Həyatımızın ən özəl günləri, toy, nişan, yubiley, bunlar həyəcanla başlamalıdır, elə deyilmi? Amma gəlin etiraf edək, planlaşdırma başlayanda, xüsusilə də dəvətnamə məsələsinə gələndə, o gözəl həyəcanı çox vaxt böyük bir stres əvəz eləyir. Bax, bugün biz məhz bu prosesi əsl baş ağrısından zövqlü bir təcrübəyə çevirən rəqəmsal bir yenilikdən danışacağıq. Böyük bir məclis planlayırsınız, qonaq siyahısı uzandıqca narahatlıq da artır, elədir? Bəs əgər sizə desəm ki, yüzlərlə dəvətnaməni paylamaq, kimin gəlib gəlmədiyini anında bilmək, bütün bunlar sadəcə bir neçə klik məsafəsindədir, gəlin bu rəqəmsal möcüzənin pərdə arxasına birlikdə baxaq. Gəlin başlayaq. Əvvəlcə hamımıza çox tanış olan o köhnə ənənəvi üsuldan danışaq. Həmin o baş ağrısından. İllərdir dəyişməyən, amma hər dəfəsində bizi yoran o köhnə hekayəni bir daha xatırlayaq. Təsəvvür edin, əvvəlcə dizayn seç, sonra get mətbəyə, yüzlərlə dəvətnamə çap elətdir. Bu hələ başlanğıcıdır. Əsl macərə sonra başlayır. Hər qapını döyüb o dəvətnamələri çatdırmaq. Bitdi? Əlbəttə yox. İndi də hər kəsə tək-tək zəng vurmaq lazımdır. Gəlirsən, neçə nəfərlə gəlirsiz? Bütün cavabları da bir dəftərə qeyd eləmək. Yəni bu, idarə etmə deyil, bu əsl xaosdur. Bəs bütün bu xaosa bir son qoymağın vaxtı gəlib çatmayıbmı? Artıq çatıb. Və cavab rəqəmsal inqilabdır. Bu sadəcə yeni bir üsul deyil, planlaşdırmaya tamamilə yeni bir baxışdır. Və bu inqilabın adı dəvətnaməm.online'dır. Yəni bu nə deməkdir? Bu sadəcə bir veb-sayt deyil, sanki sizin şəxsi tədbir köməkçinizdir. Dəvətnamənizi öz zövqünüzə görə yaradırsınız. Bircə toxunuşla hamıya göndərirsiniz və ən əsası, kimin gəlib-gəlmədiyini bir panel üzərindən canlı izləyərək bütün prosesə tam nəzarət edirsiniz. Gəlin bir anlıq köhnə üsulla yenini yan-yana qoyaq. Fərq həqiqətən də ağlagaradır. Bir tərəfdə həftələrlə gözləmə, cib yandıran çap xərcləri və sonu gəlməyən telefon danışıqları. Digər tərəfdə isə saniyələr içində çatdırılma, inanılmaz qənaət və tam rəqəmsal nəzarət. Fərq sözün əsli mənasında gecə ilə gündüz kimidir. Yaxşı, bəs bütün bunlar realda necə işləyir? Gəlin prosesin içinə girək. Hər şey sizin tədbirinizin ruhunu, sizin zövqünüzü əks etdirən o mükəmməl dəvətnaməni yaratmaqla başlayır. Bütün bu proses, inanırsınız, cəmi 3 sadə addımdan ibarətdir. Baxın, birincisi, bir neçə dəqiqəyə hesab yaradırsınız. İkincisi, tədbirinizin məlumatlarını daxil edib, qonaq siyahınızı, məsələn, bir Excel faylından yüklüyürsünüz. Və üçüncüsü, bircə kliklə hamısına göndərirsiniz. Vəssalam, həqiqətən bu qədər sadə. Və gəldik bəlkə də ən heyrətləndirici hissəsinə. Bütün bu imkanlar limitsiz sayda qonaq üçün hər bir tədbirə görə cəmi 5 manatdır. Bəli, düz eşitdiniz. Yüzlərlə, bəlkə də minlərlə manatlıq çap xərclərinin yanında bu demək olar ki, simvolik bir rəqəmdir. Platforma sizə tam bir yaradıcılıq azadlığı verir. Məsələn, onlarla zərif dizayn temasından birini seçə bilərsiniz. Tədbirinizin ab-havasına uyğun bir fon musiqisi əlavə edə bilərsiniz. Hətta qonaqların məkanı rahat tapması üçün interaktiv xəritə yerləşdirə bilərsiniz. Yəni, hər şey sizin əlinizdədir. Ancaq bu sistemin əsl gücü təkcə gözəl dəvətnamələr yaratmaqda deyil. Əsas məsələ o qonaq siyahısını idarə etmək, yəni bütün prosesə hakim olmaqdır. Gəlin indi bu hissəyə daha dərindən baxaq. Artıq bu sadəcə planlama deyil, peşəkar bir idarə etmədir. Məsələn, qonaqlarınızı asanlıqla ailə, dostlar, iş yoldaşları kimi qruplara bölə bilərsiniz. Hətta kimin hansı masada oturacağını belə əvvəlcədən təyin edə bilərsiniz. Bax bu cür nəzarət sizi sonradan nə qədər baş ağrısından xilas edir. Və mənim ən sevdiyim hissə idarə etmə paneli. Təsəvvür edin, telefonunuzu açırsınız və hər şeyi canlı-canlı görürsünüz. Neçə nəfər gəlirəm deyib, neçə nəfər gələ bilmir, kimdən hələ cavab gözləyirsiniz. Artıq heç bir təxminə, qeyri-müəyyənliyə yer yoxdur. Yaxşı, hər şey hazırdır, dizayn əladır, qonaqlar siyahıdadır, bəs necə göndəririk? Baxın, platformanın ən möhtəşəm tərəfi bəlkə də budur. Bir kliklə WhatsApp üzərindən göndəriş. Nə poçt gözləmək var, nə də qapı-qapı gəzmək. Və qonağınızın telefonuna gələn mesaj da bax belə olur. Bu sadəcə bir SMS deyil, hər qonağa adı ilə xitab edilən rəsmi, amma səmimi bir dəvətdir. Bu, həm dəvətə bir ciddiyyət qatır, həm də çox peşəkar görünür. Bəs qonaq həmin linkə daxil olanda nə görür? Quru bir səhifə yox, sizin seçdiyiniz musiqi, gözəl animasiyalarla dolu canlı bir təcrübə. Məkanın xəritəsi bir toxunuş qədər yaxındır, gəlirəm düyməsi isə cavabı anındaca sizə çatdırır. Yəni qonağın da işi asanlaşır. Beləliklə, bütün bu detalları birləşdirəndə əlimizdə nə olur? Gəlin yekun vuraq.
Bu sadəcə işi asanlaşdırmaq deyil, bu planlamaya tam nəzarət etmək deməkdir. Nəticə çox sadədir. Birincisi, iqtisadi cəhətdən sərfəlidir. O böyük çap xərcləri tamamilə yox olur. İkincisi, ekolojidir. Bir dənə də olsun kağız israf etmirsiniz, təbiəti qoruyursunuz. Və üçüncüsü, ən əsası, tam nəzarət. Bütün tədbiri cibinizdəki telefonla idarə edirsiniz. Və bu nə deməkdir? Bu o deməkdir ki, kimin gəlib, kimin gəlməyəcəyini dəqiq bilirsiniz. Bu da büdcənizi və oturma planınızı stres olmadan tam əminliklə hazırlamağa imkan verir. Bu artıq sadəcə bir dəvətnamə aləti deyil, ağıllı bir planlama köməkçisidir. Və sonda, gəlin bir anlıq bu sual haqqında düşünək. Görəsən bu cür rəqəmsal yeniliklər bir gün həyatımızın ən özəl anlarının planlaşdırılmasını tamamilə stressiz bir prosesə çevirə biləcəkmi? Bugün gördüyümüz nümunə göstərir ki, o gələcək heç də uzaqda deyil. Bəlkə də o böyük xaosa son qoymaq sadəcə bir klik qədər yaxındır.